since Azerbaijan opened its embassy in Israel. İsrail Azərbaycana xüsusilə müdafiə, enerji, su ehtiyatları, texnologiyalar və kiber təhlükəsizlik sahələrinə investisiyaların artırılmasında maraqlıdır. Bütün bu məsələləri Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüm zamanı ətraflı müzakirə etdim. Hər iki ölkə öz regionunda sabitliyin dayağıdır, inkişaf etmiş iqtisadiyyata malikdir. Biz bu strateji tərəfdaşlığı yeni səviyyəyə çıxarmağa, qarşılıqlı investisiyaları artırmağa və insanlar arasında əlaqələri dərinləşdirməyə çalışırıq. Biz buna nail olacağıq. 2025-ci ildə Azərbaycana İsraildən 60 min turist səfər edib. Bu da əhəmiyyətli artımın göstəricisidir. Biz bu axını əhəmiyyətli dərəcədə artıra bilərik. Mən İsrail vətəndaşlarını yəhudilər və İsraillilər üçün gözəl və təhlükəsiz ölkə olan Azərbaycana daha çox gəlməyə çağırıram. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 50% artırıq. 350 milyon ABŞ dollarını ötüb. Əminəm ki, 2026-cı ildə bu göstəricilər daha da yüksək olacaq. We are continuing the economic dialogue with today's forum.